Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil faracahum. Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Sizləri Ömrün Meyvəsi verilişində xoş gördük. Bugün də həmişə olduğu kimi dəyərli ustadımız, əziz qonağımızla övlad tərbiyəsi haqqında maraqlı və gözəl söhbətlər olunacaq. Bugün inşallah ustadımız fitrət haqqında söhbət edəcək və bu da çox önəmli və dəyərli mövzulardan biridir. Mən ustadımızı təqdim etməzdən öncə bu mövzu haqqında qısa olaraq bunu qeyd etmək istəyirəm ki, ümumiyyətlə hər bir insan dünyaya gələndə onun nəfsi, qəlbi ağ kağız kimi tərtəmiz olur. İnsandan baş verən yaxşı və pis əməllər nəticəsində bu əməllərin təkrarlanması səbəbilə insan formalaşır. Ya yaxşıya tərəf, ya da pisə tərəf. Yəni, insandan baş verən əməllər onun şəxsiyyətini formalaşdırır. Buna görə də hər bir valideyn çalışmalıdır ki, öz övladlarını düzgün şəkildə tərbiyələndirsin ki, o övlad da doğru, düzgün şəkildə formalaşsın. Yox, əgər pis tərbiyə olunsa, təbii olaraq bunun nəticəsi də pis bir səmərə verəcək və bunun nəticəsində də cəmiyyətdə fitnə fəsadlar çox olacaq. Ona görə də hər bir valideyn bu barədə məsuliyyətli olmalıdır, öz övladına düzgün tərbiyə verməyə çalışmalıdır. İnşallah əziz ustadımız bu barədə daha geniş və ətraflı məlumat verəcək. Bəli, dəyərli izləyicilər, verilişimizin bugünkü eksperti, övlad tərbiyəsi üzrə araşdırmaçı, ilahiyyatçı cənab Rüfət Həbiboğludur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Aleyküməssalam, hər vaxtınız xeyirli olsun, xoş gördük sizi. Çox sağ olun ustad, Allah razı olsun, bir daha minnətdarlığımızı bildiririk, zəhmət çəkib gəlmişsiniz, Allah sizi var eləsin. Ustad, mövzumuz da ilk əvvəldə elə qeyd etdik ki, fitrət haqqındadır. Burada biz bilmək istəyərdik ki, dinin insan övlad tərbiyəsinə baxış bucağı necədir? Yəni, din bu barədə nə deyir, sözü nədir? Bismillahirrahmanirrahim və bihi nəstəyin. Biz ilk verilişimizdə baxış bucağından danışmışdıq. Baxış bucağımızı biz nə qədər islah eləsək, övlad tərbiyəsində biz o qədər çox müvəffəqiyyət qazana bilərik. 3 əsas məsələyə çox diqqət olunmalıdır. Dinin göstərişlərinə əsasən. Birincisi, xilqətin, yaradılışın hədəfi var. Hədəfsiz deyil, absurd deyil. İnsanların hədəfi var, xilqətin hədəfi var, xilqət öz hədəfinə doğru hərəkət edir. İkinci məsələ, hər bir şəxsin özünün ayrıca, özünə məxsus istedadı var. 5 barmağın 5-i də bir deyil. İnsanlar fərqlidirlər. Üçüncü məsələ, biz dini tərbiyədəki olan əsaslara görə övladımızı elə tərbiyə etməliyik ki, onun istedadından istifadə etməklə hədəfə çatmış olsun. Üçüncü məsələ də tərbiyə metodları haqqındadır. Bu 3 məsələyə diqqət olunmalıdır. Hədəfə gəldikdə Quran-ı Kərim Zariyat surəsinin 51-ci ayəsində Allah Teala belə buyurur ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Pəs, nəticə etibarilə xilqətin və yaradılışın hədəfi ibadətdir. Yəni, Allaha yetişməkdir. İbadət onun bir yoludur. Əsas hədəf kamillikdir. Allaha yetişməkdir. Hədəf məsələsində din bizə bunu deyir. Bizim dini mətnlərdə, hədislərdən birində belə buyurulur ki, Allah Teala öz bəndəsinə belə buyurur ki, ey bəndəm, sən əgər mənə itaət etsən, mən səni özüm kimi edərəm. Başqa bir hədis həmin bu hədisi biraz açıqlayır. Həmin hədisdə buyurulur ki, yəni mənə itaət edən bəndəni görən gözü olaram, eşidən qulağı olaram, danışan dili olaram. Deməli, hədəf, dinin baxışında hədəf var və hədəf də Allaha çatmaqdır, kamil olmaqdır. Yəni Allah Teala xilqəti əbəs yerə yaratmır. Buyurduğunuz kimi hər bir şey hədəf üzrədir. Bəli. Odur ki, valideyn olaraq mən bu məsələni
diqqət mərkəzində saxlamalıyam ki, hədəf Allaha yaxınlaşmaqdır. Əgər mənim övladım çalışır, zəhmət çəkirsə, məktəbdə 5 yox 4 alırsa, mənim övladım çalışır, zəhmət çəkirsə, bütün istedadından maksimum istifadə edirsə, amma universitetə daxil ola bilmir. Bu hədəf deyil. Hədəf bəndəlikdir. İnsanın kamala çatmağı üçün yeganə yol var, o da bəndəlikdir. İbadət o bəndəliyin bir hissəsidir. Valideyn olaraq mən bilməliyəm ki, mənim övladım zəhmət çəkib, məsuliyyət hiss edib, amma istedadı bura qədərdir. Mənim dərdim olmalı deyil. Filankəsin qonşunun uşağı vurub, bütün qiymətləri 5 idi, amma səndə 4 idi. Bir halda ki, mənim övladım çalışıb, zəhmət çəkib. Niyə? Çünki hədəf nədir? Bəndəlikdir. Mən bəndəlikdə övladımın fikrini çəkim. Oxumaq öz yerində, hər şey öz yerində. Yenə də qeyd edirəm ki, çalışıb, zəhmət çəkib, bütün istedadından istifadə edib, amma indi alınmayıb. Bu il alınmayıb, o birisi ildə alınmayıb. İstedadı bura qədər. Hər bir şəxsin özünə xas istedadı var. Bu nə deməkdir? Bu o deməkdir ki, biz valideyn olaraq gərək hədəfi düzgün qiymətləndirək, düzgün tapaq. Yaradılışın hədəfi bəndəlikdir. Allaha bəndəlikdir ki, o yolla da insan kamilliyə çatır. Ustad, çox qəşəng bir nöqtədir bu. Bəzən biz hətta ailə daxilində və yaxud bir nəslin daxilində və yaxud da ki, daha geniş çərçivədə qonum-qonşu içində bu şeyləri müşahidə edirik. Siz buyurduğunuz şərait yarananda, övlad dərsini zəif oxuyanda və yaxud da ki, hər hansısa bir yanlış bir hərəkət övladdan baş verəndə valideynlər onu başlayır ya öz bacı qardaşı ilə müqayisə edir, ya başqa qohum, əqrabaları, ya da danlayır. Bu da artıq uşaqda psixoloji bir problemlər yaradır. Bəli, özünə güvəni uşaq itirir, özünü tapa bilmir, sosiallaşa bilmir. Bunun öz fəsadları var. Gərək biz görək 5 barmağın 5-i deyil. Hətta bir ailədə anadan olan əkiz uşaqların da istedadı 100% eyni deyil. Bunu biz valideyn olaraq nəzərdə saxlamalıyıq ki, hədəf Allaha bəndəlikdir. Mən baxım görüm ki, mən və mənim övladım bu istiqamətdə nə qədər hərəkət edə bilmişik. Qalan məsələlər də öz yerində. Dinin bizə göstərdiyi və bizim baxış bucağımızı islah elədiyi məsələlərdən biri fitrət məsələsidir. Fitrət məsələsini biz əgər istəsək qısa izah edək. Fitrət odur ki, insan öz xaliqini tanıyır və öz xaliqinə tərəf meyillidir, maqnit kimi. Fitrət qısaca budur. Quran-ı Kərimin Rum surəsinin 30-cu ayəsində Allah Teala buyurur ki, mən insanları öz fitrətimdə yaratdım. Və həmçinin bu ayədə də din sözünü işlədir. Allah Teala buyurur Peyğəmbərinə ki, فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِتْرَةَ اللّٰهِ الَّتِي فَتَرَ النَّاسَ عَلَيْهَا. Üzünü haqq olan dinə çevir. O dini ki, o fitrəti ki, mən insanları o fitrətdə yaratdım. Din və fitrət. Baxın, dinin bütün göstərişləri, istər qadağa olsun, istər qadağa olmasın, bütün göstərişləri insanın fitrəti ilə tam mütənasibdir. Əgər din buyurursa ki, namaz qıl, insanın fitrəti ilə uyğundur bu. Əgər din buyurursa ki, oruç tut, zəkat ver, xums ver, bütün bu göstərişlər insanın fitrətinə uyğundur və bütün qadağalar da insanın fitrətinə uyğundur. Həmin bu ayədən biz bu nəticəyə gəlib çıxa bilərik. Dini rəvayətlərdə böyük səhabə Zürarədən belə nəql olunur ki, mən İmam Sadiqdən, Allahın salamı olsun ona, həmin bu ayənin mənası haqqında soruşdum. Ki, bu ayədə Allah buyurur ki, mən insanları öz fitrətimdə yaratdım, bu nə deməkdir? Həzrət buyurdu ki, fətərəhum cəmiən ələt təvhid. Məqsəd təvhiddir. Allah bütün insanları təvhiddə yaradıb. Başqa bir hədisdə, yenə Zürarədən, Zürarə nəql edir ki, mən həmin bu Rum surəsinin 30-cu ayəsinin mənasını İmam Baqirdən, Allahın salamı olsun ona, soruşdum. Həzrət buyurdu ki, fətərəhum ələ mərifətihi. Allah bütün insanları öz mərifətində yaradıb. Fitrətin mənası budur. Ənəhu rəbbuhum. Allah bütün insanları öz mərifətində yaradıb ki, onların Rəbbi Allahdır. Yəni, insan yaradılış baxımından, xilqət baxımından fitri olaraq öz xaliqini
tanıyır. Tamam. Biz lüğətlərə də baxsaq, terminoloji cəhətdən yox, lüğət cəhətindən də fitrət sözü xüsusi növ yaradılışdır. Allah öz bəndələrini elə bir formada yaradıb ki, həm öz xaliqini tanıyırlar, həm də öz xaliqinə onlarda meyl var. Biz dini mətnlərə baxanda görürük ki, fitrət məsələsini çox qabardılıb. Misal üçün İmam Səccad əleyhissalam, Allahın salamı olsun ona, hədislərdən birində belə buyurur ki, fitrəti Həzrət 3 məsələdə cəm eləyir. Həzrət buyurur ki, birinci, Allahdan başqa heç bir ilahın olmaması. 2. Həzrət Məhəmmədin, Allahın salamı olsun ona, Allahın rəsulü olması. Və 3. Möminlərin əmiri Əlinin, Allahın salamı olsun ona, Allahın vəlisi olması. Üçü bir yerdə bunlardır. Fitrətdir və tohiddir. Cəm şəkildə bunlar tohiddir. Bu üçü bir yerdə olmalı. Üçü bir yerdə olmalı. Üçü bir yerdə tohiddir və bu da fitrətə işarə edir imam. Yəni, həqiqətinə qalanda insan həm öz Allahını tanıyır fitrətən, fitri olaraq. Həm öz peyğəmbərini, həm öz imamını. Nəticə etibarilə fitrətin mənasını biz belə izah etdik ki, fitrət budur ki, insan fitri olaraq öz xaliqini tanıyır və ona meyillidir. Fitrət yəni insanın canı, mayası. Əsli də, həqiqət odur. Əsli və həqiqəti. Bəli. Bəzi amillər var, həmin bu fitrətin üzə çıxmağına kömək olur. Tərəqqisinə kömək olur. Bəzi amillər də var ki, bu fitrətin düzgün şəkildə üzə çıxmasına qarşısını alır. Bəzi amillər var, kömək olur. Fitrət səklənir, inkişaf edir, öz yoluna düzgün istiqamətlənir. Amma bəzi maniyələr var ki, onlar fitrətin qarşısını alır. Əgər biz istəsək bu baxışdan tərbiyəni tərif edək, onda tərbiyənin mənası bu olacaq ki, insanın, xilqətin hədəfinə çatması üçün fitrətin tərəqqisi üçün lazım olan amilləri yaratması və fitrətin qarşısında duran maniyələri aşması yaxud aradan götürmə, aparması. İnsan bu dünyaya naqis olaraq gəlir. Baxın, uşaq vaxtı insan düzgün qidalana bilmir, hər şeyi yeyə bilmir. Ayaqları tutmur, tam gəzə bilmir. Bir müddətdən sonra iməkləyir, bir müddətdən sonra gəzir, yıxılır, bir müddətdən sonra 2 il yalnız süd yeyir. Süd içir, başqa bir qida çünki mədəsi həzm eləyə bilmir. Bu bir naqislikdir. Tədricən insan inkişaf eləyir. Tədricən bütün onda olan istedad aktual olur, o potensial aktual olur. İnsanın ən pak dövrü həmin onun uşaqlıq dövrüdür. Baxın, biz bayaq dedik axı, bütün insanlar Allahın fitrətində, yəni tohiddə anadan olurlar. Ən pak dövr həmin uşaqlıq dövrüdür. Nə üçün? Sual oluna bilər. Cavabı budur ki, çünki hələ insan uşaq olduğu zaman fitrətinin çiçəklənməsinin qarşısını alan maniyələrlə üz-üzə gəlməyib. Ona görə də o dövr ən pak dövrdür. Misal üçün, baxın, bir nəfər birinci dəfə siqaret çəkmək istəyəndə onun orqanizmi tüstünü, nikotini qəbul edə bilmir, öskürür. Amma bir neçə müddətdən sonra o bədəni və orqanizmi o qədər o nikotinə adət eləyir ki, nikotinsiz dayana bilmir. Vərdiş eləyir. Vərdiş eləyir. Bir növ oxşarlıq olmasa da misal olaraq bir növ insanın fitrəti buna bənzəyir. Pak olur əvvəlcə, hər şey öz qaydasındadır. Amma müəyyən maniyələr, süni maniyələr yaradılır. Bu fitrət artıq öz funksiyasını yavaş-yavaş itirməyə başlayır. Fitrətin işi nə idi? İnsanı Allaha aparsın. İnsan çünki öz Allahını tanıyırdı, öz xaliqini tanıyırdı. Biz hədislərdən də oxuduq. Amma müəyyən maniyələr yarandıqdan sonra tərbiyədə fitrət öz yolunu bir növ itirir. Yaxud insanı səsləyir, insan eşitmir artıq onu. Fitrətin bir rolu budur da, mesaj verir insana. Baxın, hədislərdən birində Həzrəti Məhəmməd, Allahın salamı olsun ona, belə buyurur ki,
bütün körpələr Allahın fitrətində yaranır. Kullu mevludun yuledu alel fitrə. Həzrət sonra buyurur ki, bu nə deməkdir? Yəni əl-ma'rifə bi ennəllaha əzzə və cəllə xaliquhu. Bütün uşaqlar fitrətdə doğulur, pak fitrətdə doğulur və mənası da budur ki, onların öz Allahlarına mərifəti var. Allahlarını, xaliqini uşaqlar tanıyır. Aha, çox gözəl. Yəni Üstad, uşaqlar, yəni bax qəşəng nöqtəyə işarət etdi. Çox maraqlı bir mövzuydu. Yəni hər bir kəs, hər bir uşaq belə deyək də fitrətən tanıyırlar Rəbbini. Yəni fitrətən bilirlər. O bəzən misalınız da qəşəngdir. Elə insan günaha aludə olduqca da elədir. Yəni bir günahı insan ilk dəfə elədikcə birinci o işdən çəkinir, tam rahatçılığını eləmir. Amma günah vərdiş elədikcə bir növ təkrarlamaq nəticəsilə günah bunun üçün adiləşir. Bəli. Yəni insanın bir növ fitrəti də o cürdə təmizdir, pakdır. Bəli. Amma o düz yoldan yanlış yola, səhv yola getdikcə artıq həqiqətdən qəflətdə olur. Müəyyən o sizin sözünüzə qüvvət olaraq müəyyən bir onun faizi var da belə deyək. Bəli, bəli. Əvvəlcə pak bir Allah Taala bizə bir nemət verir, fitrəti bizə verir. Sonra Bəli, biz bəli. özümüz ya uşaq olan zaman valideynlər yanlış davrandıqlarına görə uşaqlarda sərf istiqamətlənmə baş verir. Sonra övlad özü böyüyəndən sonra bu məsələlərə ola bilsin diqqət eləmir. Bəzi şəxslərin yox, iradəsi güclü olduğu üçün, ayıldıqları üçün onlar özlərinin öz tərbiyəsi ilə məşğul ola bilirlər. Amma bəzi insanlar onlar ailənin tərbiyəsi altında ölənə qədər elə qalırlar. Təsirə düşürlər. Bəli, çünki mümkündür insan ailədə yanlış tərbiyə alsın, amma sonra özü öz düşüncəsi, təfəkkürü nəticəsində özünə qayıtsın, özü özün tərbiyə eləsin. Özü-özünü islah edir. Özü-özünü islah eləsin. Bəli. Bəzən də mümkündür. Hər bir məsələləri biz nəzərdən keçirə bilərik. Bu da mümkündür və mümkündür ki, elə əvvəlcədən də valideynlər yaxşı şəkildə düzgün istiqamətləndirə bilsinlər, tərbiyəni düzgün icra edə bilsinlər, o fitrət olduğu kimi qalsın. Baxın, hədislərdən birində İmam Sadiqdən Allahın salamı olsun ona belə buyurulur ki, Musa əleyhissalam Allah Taala ilə münacat etdiyi zaman Allaha belə sual verir ki, İlahi, sənin dərgahında, sənin nəzərində ən fəzilətli əməl hansı əməldir? Allah Təala tərəfindən belə bir nida gəldi ki, xitab oldu ki, ya Musa, ən gözəl əməl mənim dərgahımda, ən fəzilətli əməl hubbul ətfal, uşaqları sevməkdir. Və sonra Allah buyurur ki, fə inni fətərtuhum alə təvhidi. Çünki mən onları öz təvhidimdə yaratmışam. Hətta bəzi dini mətnlərə əsasən bəzi övliyalar uşaq olan otaqda namaz qılarmışlar ki, mələklərin gəlib getdiyi bir məkandır. Çünki uşaq pakdır. Ona görə də o uşağın olduğu otaqda namazlarını qılarmışlar. Bəzi övliyaların fikrinə əsasən insanın uşağı sevməsini, məsələn biz hər dəfə balaca bir uşağı görəndə ona qarşı bizdə bir mərhəmət hissi yaranır. Bəzi alimlər qeyd edirlər ki, bu uşağın fitrətinin pak olduğuna görədir. Avtomatik olaraq bizim ruhumuzu özünə cəzb eləyir. Pakdır. Ruh da paka doğru qaçır. Uşaqlar da pak olduğu üçün özünə tərəf çəkir. Deməli, dini mətnlərə biz nəzər salsaq, belə bir mesaj bizə verilir ki, valideynin vəzifəsi həmin bu pak fitrəti qorumaqdır. Tərbiyə elə budur. Valideyn çalışmalıdır ki, həmin bu pak fitrəti qorusun. Başqa bir hədisi mən qeyd edim izləyicilərin diqqətinə. Həzrəti Məhəmməd, Allahın salamı olsun ona, hədislərdən birində buyurur ki, bütün uşaqlar, bütün insanlar pak fitrət əsasında doğulur. Sonradan valideyni onları ya Yəhudi edir, ya Məsihi edir, ya da Zərdüşt. Baxın, Həzrət burada səhv yola düşməyi, azmağı fitrətdən çıxmaqla eyniləşdirib. Əvvəlcə buyurur ki, Həzrət, hamı fitrətdə doğulur, yəni düzgün yoldadırlar fitrətdə. Sonradan deyir, Həzrət buyurur ki, fitrətdən onlar yolundan sapır. Bu bir məsələ. Həzrət həmin bu hədisdə əsas amil kimi valideyni qeyd edir. Sonradan valideynlər uşaqlarını ya Yəhudi eləyirlər, ya Məsihi. Belə bir sual yarana bilər tamaşaçıların zehnində ki, axı tərbiyəyə təsir edən bir çox amillər var, bir çox faktorlar var. Niyə məhz valideyni Həzrət qeyd edir? Çünki valideyn
əsas təsir qoyan amillərdəndir. Aha. Ən əsaslı, Bəli, ən bəli. təsirli faktorlardan birincisi valideyndir. Odur ki, Həzrət hədisdə buyurur ki, valideyn övladını fitrətin yolundan çıxarır. Ustad, burada bir dənə nöqtə vardı. Çox gözəl qeyd elədiniz. O da bu idi ki, yəni fitrətdən, yəni düz yoldan çıxmaq, yəni yəhudilik, xristianlıq, zərdüştlük və s. bu kimi digər şeylər, yəni batil olduğunun bir isbatıdır. Bəli, Ki bəli, başqa dinlər müqabilində də bu bəzi Təhrif olunmuş müsəlmanların dinlər də, bəli, İslam dini, Quran da buyurur ki, Allahın dərgahında qəbul olunmuş din yalnız İslamdır. düzdür. Deməli, valideynin əsas vəzifəsi nə oldu burada? Biz istəyiriksə övladımızı düzgün, doğru tərbiyə edək, onun fitrətinin, tərəqqisinin qarşısını gərək almayaq. Fitrətinin qarşısında biz maneə yaratmayaq. Bu cəhət, əgər biz bu işi edə bilsək, demək olar ki, çox asan şəkildə yaradılışın hədəfinə bizim övladımız gedib çata bilər. Çox gözəl, ustad. Vaxtımızda təqribən 1 dəqiqə qalıbdır. 1 dəqiqə, 1 dəqiqə yarım vaxtımız qalıbdır. Əgər bir məsələ olsa buyurarsınız, sözümüz qutarır. Bizi izləyənlərin diqqətinə çatdırmaq istəyirəm ki, gələcək bizim verilişlərimizdə biz tərbiyənin amillərindən danışanda elə əslində fitrəti necə qorumaq lazımdır. Aha. Bundan danışacağıq. Aha, inşallah. Ustad. Allah razı olsun. Allah sizi salamat eləsin. Bir daha təşəkkürümüzü bildirib bu gözəl Buyurun. verilişə üçün, həm də ki, sizin bu gözəl söhbətiniz üçün vaxt ayırırsınız, gəlirsiniz. Bizləri və dəyərli izləyicilərimizi həqiqətən də maarifləndirirsiniz. Yəni günümüzdə lazım olan məsələlərə toxunursunuz. Allah sizdən razı olsun. Allah sizi var eləsin. Çox sağ olasınız. Siz də sağ olun. Bəli, dəyərli izləyicilər, bu gün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Əziz ustadımız həmişə olduğu kimi övlad tərbiyəsi haqqında çox önəmli və mühüm nöqtələrə işarə edərək bizləri məlumatlandırdı, maarifləndirdi və biz də bu önəmli və mühüm ciddi məsələ haqqında, yəni övlad tərbiyəsi haqqında əlimizdən gələni etməliyik ki, övladlarımız doğru düzgün şəkildə tərbiyələnsinlər və cəmiyyətdə nümunə olaraq həm öz ailəsini, həm də ki, İslam dinini gözəl şəkildə tanıtdıra bilsinlər. Allah ant verirəm, izzət-i cəlalına xatir bizləri, öz övladlarımızı doğru düzgün şəkildə tərbiyələndirməyə müvəffəq etsin. İndi isə sizlərlə sağollaşırıq. İnşallah gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.